Xoş gördük, dəyərli izləyicilər. Ölkədə və dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Avqustun 17-sində Azərbaycanda hava şəraitinin əsasən mülayim və bəzi rayonlarda yağışlı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə temperatur 22-25 dərəcə isti, gündüz isə 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 50-60% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısa müddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal olunur. Yağıntılar gündüz tədricən kəsiləcək, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 30-34 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 12-17 dərəcə, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.